Məsələn, bir dərmanın effektiv olması üçün, yəni bu dərman bu xəstəliyi sağaldırır mı ya yox, təcrübə aparırlar. Bilirsiniz o təcrübə necə olur? İki qrupa ayrılırlar. Kontrol qrup, bir də təcrübə qrupu olur. Hər iki qrupa dərman verirlər. Bir qrupa həqiqi dərmanı verirlər, o bir qrupa isə fake dərmanı verirlər və heç bir xəbəri yoxdur ki, ondakı həqiqidir yoxsa fakedir. Sonra müqayisə eləyirlər. Müqayisə eləyirlər ki, hansında sağalma olub. Əgər bunda 30% sağalma olubsa fakedə, əgər həqiqisində 70% sağalma olubsa, deyirik ki, onda bu dərman həqiqətən də faydalıdır. Çünki fake dərmana nisbətən daha çox sağalma verir. Amma maraqlı olan odur ki, fake dərman 30% sağaltdır. Biz buna plasebo deyirik. Yəni İnsan inanırsa ki, bu həqiqi dərmandır, həqiqətən ondan sağala bilir. Yəni, mən reanimasiyada işlədiyim illər öncə, tələbə vaxtlar, reanimasiyada işlədiyim vaxtlar vardı. Yəni, onkoloji xəstədir və deyir ki, bala yata bilmirəm, ağrıları var, onkoloji xəstədir. Yəni, real bir şiş var, siniri sıxır. Natrium xloru götürürdük, yəni duzlu su yığırdıq, natrium xloru yığırdıq. Gəlirdi ki, xala narahat olma, indi ağrı kəsici vuracaq, yatacaqsan. Vururduq və adam yatırdı. Yəni, insan ona inanırsa, həqiqətən də o inandığı şeydən fayda görə bilir.